Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim sizlərə möhtəşəm bir proqram tanıtmaq istəyirəm. Əziz izləyicilər, həm film, həm kanallara baxmaq istəyirsinizsə, bugünkü verdiyim proqramı, bugünkü çəkdiyimiz videonu sonacan izləyin. Nəzərinizə çatdırım, bunu bildirmək istəyirəm ki, həmin bu proqram tanınmış proqramlardan biridir. Bəlkə də bu videonu ne çəkirəm? Bəzi bizim takipçilərimiz, izləyicilərimiz var. Həmin bu proqramı izləyərəkdən, baxaraqdan həm kanallara, həm də ki, istədikləri dizilərə baxa bilərlər. Nəzərinizə çatdırım, hər hansı bir proqramı Google Play-dən başqa yerdən yüklədiyinizdə həmin o proqramı güvəndiyiniz antivirus proqramından, tarayıcınızdan keçirməyinizi sizlərə tövsiyə edirəm. Zəhmət olmasa kanalımızı axıracan izləyin. Burada verdiyim bütün proqramları hamısı qanuni şəkildədir. Zəhmət olmasa bu videomuz sadəcə bilgiləndirmə məqsədi ilə kullanılmış bir videodur. Heç bir təlif haqqı, heç bir illegal videolar bizim kanalımızda paylaşılmır. Zəhmət olmasa kanalımızı axıracan izləyin. Bugünkü proqramımızın adı Reds TV-dir. Əziz izləyicilər, əziz bizi sevərlər. Reds TV-ni bəlkə də artıq bəzi insanlar artıq adını çəkən kimi artıq tamamilə bildilər söhbət nədən gedir. Bilməyənlər üçün, bizi məsəl üçün hal-hazırda video çəkirik, bir ildən sonra izləyənlər üçün deyirəm. Reds TV-nin Google Play Marketdə ümumiyyətlə rəsmi saytı, bircə dənə rəsmi saytı var. Həmin o rəsmi saytdan da, məsəl üçün Google-da yazırsınız, nəzərinizə çatdırım, bu həm Android televizorlar üçündür, həm telefonlar üçündür. Sadəcə Android, yəni Samsung, LG televizorları yəni bunu yükləyə bilməz. Ya telefonunuza götürün, götürün, həqiqətən çox gözəl yüklənəsi bir proqramda, amma antivirus proqramından keçməyə sizlərə tövsiyə edirəm. Həm də ki, Android televizorunuza yükləyin. İstədiyiniz bütün şeylər burada var. Mən inandırım sizə, yəni həqiqətən çox xoşunuza gələcəkdir. Deməli, nə edirik? İlk öncə Android televizorları üçün nəzərdə saxlayın. Bunun öz rəsmi saytı var. Həmin o rəsmi saytı da paylaşacağım. Rəsmi saytından girirsiniz. Həm telefon üçün, həm Android və iOS proqramları yükləyə bilərlər. Həm də televizor üçün həmin bu proqramı yükləmək mümkündür. Çox asan bir şəkildə. Nəzərinizə çatdırım ki, proqram bəzi televizorlarda götürməyə bilər. Bəzi TV Box, zəif TV Box aparatında da götürməyə bilər. Çünki proqram həddindən artıq çox keyfiyyətli proqram işləyiblər. Yəni çox ucuz aparatlarda bunları yükləməyə çalışmayın. Android TV Boxlardan söhbət gedir. Konkret Fire Stick-də, ondan canım sizələrə desin, konkret bildiyiniz orijinal aparatlarda yəni bunları yükləyə bilərsiniz. Həqiqətən keyfiyyətli şəkildə işləsin deyə. İlk öncə Google Play Marketə giririk. Bunun da rəsmi saytını sizlərə paylaşacağam. Yenə də deyirəm. İlk öncə nə proqram yükləməliyik? İlk öncə yəni Google Chrome proqramı varsa, Google Chrome proqramında yazırsınız həmin bu yazdığımı. Yox, əgər Google Chrome yoxdursa, yəni tarayıcı, web browser yoxdursa, belə bir proqramı yükləyirsiniz, sonra yükləyirsiniz. Downloader deyə bir proqramdır. Əziz izləyicilər, bizi sevərlər. Downloader. Diqqətli şəkildə baxın, həmin bu aparatdır. İndi sual verəcəksən ki, sən niyə TV Box aparatına yazmışsın? Əziz dostlar, TV Box aparatlarım qutarıbdır, satış artıq hal-hazırda əlimdə yoxdur. Onun üçün zakaz vermişik, haradasa bir 400-500 ədəd, yəni TV Box aparatı gəlir özümüz üçün şəxsi. Ondan sonra rahat şəkildə satışları da olacaqdır və yaxud da videoları çəkiləcəkdir.
incələmə videoları olacaqdır. Yəni ona görə hal-hazırda əlimdə bir dəqiqə Tabo televizor var. Tabo televizorunu nəzərən çəkərəkdən sizlərə göstərirəm. Bu proqramı yükləyirsiniz. Dünənlərin mən video paylaşmışdım. Əgər dünənki videomuzu da izləməyibsinizsə, burada i butonuna qoyuram. Keçib o videomuzu da izləyə bilərsiniz. Əziz izləyicilər, sizlərə tövsiyə edirəm. Və bir də sabah yox, biri gün Starsat aparatının videosu gələcəkdir. Kanal yığmağı, bunu istəyənlər də var. Bir də zəhmət olmasa sizlərə bir şey deyim. Bu normal kanalları, həmin bu aparatların kanallarını, bu Starsat aparatların kanallarını yığdınız. Əgər alınmasa mənə WhatsApp-da yazmayın. Zəhmət olmasa bilirsiniz niyə? Çünki mənim həqiqətən vaxtım yoxdur. Mən istəyirəm ki, bütün fikrimi işimə və YouTube kanalımıza verək. Bizdən, yəni bəzi insanlar faydalana bilsin. Aç provkasını basırıq. Aç provkasını buraxdıqdan sonra ok provkasını basırıq. Bunun deməli rəsmi saytı nədir, əziz izləyicilər? Reds TV APK indir. Aralı qoymursunuz, yəni birbaşa piçik yazırsınız. .xyz Yox, APK indir 10 Çox güman ki düzgün yazdım. 10 xyz və artıq go sözünü basırıq. Bunun öz rəsmi saytı budur, əziz dostlarımız, əziz qardaşlarımız. Bunu da nəzərinizə saxlayayım ki, həm telefonunuza, həm Android sistemini TV Box aparatlarına rahat şəkildə yükləməyinizi sizlərə tövsiyə edirəm, həqiqətən bir usta kimi. Və dünənlərim bir video paylaşmışdım. Videonun altında yazıblar ki, bu dondu, neynədir, nəsə. Sizə bir şey nəzərinizə çatdırmaq istəyirəm. Ümumiyyətcə, bax, həmin o verdiyimiz proqramlarda bir şəxsi istifadə üçündür. Yəni, indi sual verəcəksən, sən niyə paylaşırsan? Bu, paylaşdığımı dünən səbəbini videomuzu izləyin, orada deyirəm nəyə görə paylaşıram. Elə bir insanlar var ki, evlərinə usta çağıra bilmir. Çağırsa belə ustanın əl çatan yeri deyil. Yəni, elə bir yerdə quraşdırmaq olmur qazan aparatlarını. Həm də ki, həmin o proqramlardan da istədiyiniz kanallara baxa bilirsiniz, amma donma deyirsiniz. Əziz qardaşlar, mən sizə tövsiyə edirəm, özünüz şəxsi üçün bizlərə müraciət eləyəsiniz. Bizim hamısı bizlərdə mövcuddur. Yəni, və yaxud da bizdən almayın, gedin başqa yerdən alın. Tək mən sizləri özümüzə görə şey eləmirəm. Sizlər məndən ötəri çox əziz qardaş və bacılarımızsınız. Bugünkü videomuzda həmin bu proqramın içərəyini mən sizlərə göstərə bilməyəcəm. Çox təəssüflər olsun ki, amma burada yazılıb APK indir. Vurursunuz. Burada iki cür şey çıxacaqdır, əziz izləyicilər. Diqqətli şəkildə baxın. Burada iki cür çıxır. Biri var, APK TV mobil indir. İndi mən sizə bir şey deyim. Məsəl üçün, indi bunu hal-hazırda çəkirəm. Bu videomuzu, məsəl üçün, izləyəcəklər 2 il bundan qabaq, 2 il bundan sonra, 1 il bundan sonra. İnşallah ona kimi hər şey sağ-salamatçılıq olsun. Əziz izləyicilər, 2 il bundan qabaq, 2 il bundan sonra izləyən izləyicilərimizə deyirəm. Bax, burada məsələn 10 yazmışıq. Bax, diqqətlə baxın. Bunun rəsmi saytıdır. Məsəl üçün, 1 il bundan sonra ola bilsin, bu 11 ola bilər. Əgər bu sayt birbaşa sizlərə girməsə, 11 yazın, 12 yazın. Belə-belə özlərini təkrarlayır. Bəzi insanlar da var, mənə deyir ki, filan saytdan özünə websayt aç, oradan işlə. İnşallah o da olacaqdır. Yəni, hamısını bir-bir eləyəcəm. Zəhmət olmasa, axıracan izləyin. Bunların arasında çox fərqlər var. Əgər
telefonunuzda yükləmək istəyirsinizsə, bu mobil sürümünü indirirsiniz. Bu mobil sürümünü. Yox, əgər TV-Box aparatı üçün indirirsinizsə, bax burada yazılıb Red TV-Box APK indir. Həmin bu proqramı vurursunuz, artıq yükləyəni sizlərə göstərir. Əziz izləyicilər, bundan sonrası isə bilinməyən qaynaqlardan gedəcəkdir. İndi onu da sizlərə göstərəcəm və videomuzu burada dayandıracağım və bir şeydən nəzərinizə saxlayayım ki, yorumlar var, yazmışam. Bu dünən bir qardaş yazıb ki, mən bundan sonra da gedərəm, nə eləyərəm, bilmirəm, nəsə yazmışdı. Yəni, bizi sevməyən insan varsa, bu sözümü mən konkret deyirəm. Bizi, yəni dəstəkləməyən, sevməyən insan varsa, bizim bu verdiyimiz proqramlardan xoş gəlməyən insan varsa, yəni birbaşa bizim kanalımızdan çıxa bilər. Çünki mən həqiqətən bizim bu kanalımızın bizim dostlarımız, bizim qardaşlarımız, bizim bacılarımız üçün açmışam. Bizi dəstək olan insanlar üçün açmışam. Mən də əlimdən gəldiyi qədər onlara kömək göstərirəm. Əlimdən gəldiyi qədər. Bəzi elə yerlər var ki, məsələn, onlarda kömək göstərə bilmirəm. İndi bəziləri deyəcək ki, dünən yazmışdı biri, niyə məsəl üçün eləmirsən? Hər şeyin bir nöqtəsi var da, gözəl insanlar. Saat 9-dan axşam saat 10-a kimi zəhmət olmasa, yox 6-ya kimi zəhmət olmasa zəng eləyə bilərsiniz. Sabah saat 9-dan 6-ya kimi. 6-dan sonra zəng eləmək istəyənlər ancaq almaq istəyən şəxslər olsun. Birbaşa da zəng eləməsinlər, yəni WhatsApp-a yazsalar, özüm tez bir zamanda onlara cavab verəcəm. İndi buradan yüklə sözünü basırıq. Bu hissələri mən sizlərə göstərə bilməyəcəm. Zəhmət olmasa, özünüz bunu yüklədikdən sonra bu proqramı sizlərə tanıtdığım üçün, tanımayanlar üçün tanıtdığım üçün bir dənə çox sağ ol sözünü yazarsınız. Tanıyan insanlar da varsa, eləcənə baxıb, əgər videomuzu bəyənirsə, like qoyub kanalımıza abunə olub bir dənə də yorum yazsa, çox sevinərəm. Həqiqətən hələlik izləmədə qalın.